uşaqların məktəbdə uzun saatlar parta arxasında əyləşirlər. Onların ilk elə buradan başlayıb düzgün normativ qaydada bir parta arxasında əyləşmə normaları nədir? Bu barədə bir məlumat verib bilgiləndirə bilsək, bizim üçün də bayramda uşaqlara yönəlik xoş bir addım olar. Deməli, öncə oturduğumuz, əyləşdiyimiz stuldan başlasaq. İndi burada parta əngəlləyir, amma istərsəniz biraz daha təbii ki, sizin necə rahatdırsa hamısını göstərək bizim deməli, imkanlar. biraz daha qalq-qalmayağa, buradan belə əyləşsən daha yaxşı olar, daha yaxşı göstərərik. Öncəliklə əyləşdiyimizdə valideynlərə indi yönəlik deyim. 90-90 prinsipi var. Burada nədir? 90-90. Ayaqlar öncəliklə əyləşdiyi, uşaq əyləşdiyi masada ayaqların yerə təmas etməsi lazımdır. Yerə mütləq dəyəcək. Yerə mütləq dəyəcəkdir. Hündürdə qalırsa bu normanı pozur. İkinci ayaq yerə təmas etdikdən sonra ayaq biləyi 90 dərəcədə olmasını Bir söz istəyirik. deyim, balaca boy uşaqlar var. Yəni həm yaşlıqlarından geri qalırlar məktəbdə də. Məsələn, onlara nə etsinlər? Ayağının altına bir yüksəklik, orada əgər yuxarıdadırsa, mütləq ki, sallaq qalmamalıdır. Ayağın yerlə təmas etdikdən sonra da dərəcəsi 90 dərəcədə olması göstərə bilərikmi 90 dərəcəni? Biz belə deyirik, amma tam 90 dərəcə, yəni bizim bu baldır nahiyəsinin bu yuxarıda qalxdığımızda ayaq sallanacaqdır. Yerə təmas etdiyində isə bu şəkildə 90 dərəcə istəyərik. Bu vəziyyətlər və yaxud da çox ilərdə olması tam anatomik olmur. Uzun müddət bu şəkildə davam etməsi də yenə oynaqlarda, iləride zamanlarda əzələ diskineziyası, ağrı və s. problemlərə səbəb ola bilir. İlk aşağıdan başlayırıq. Sonra dizlər də eyni şəkildə yenə 90 dərəcə. Burada 90-90 prinsipi odur ki, ayaq biləyi yenə dizin qatlanması da 90 olacaq. Çox içəriyə qatlamayacaq dizimizi. Yəni bu pozisiyada qatlandığında ayağın arxasındakı damarlara sıxır, təzyiq edir. O da uzun müddət yenə sinirlə əlaqədar neyropatik problemlərə, şikayətlərə səbəb ola bilir. Masanın yüksəkliyi yerə dəyməyəcək qədər hündür olacaq. Ancaq nə qədər hündür olacaq? Bu ombamızı da 90 dərəcə, maksimum 90 dərəcəyə qədər. Yəni ayaq 90, diz 90, gəldiyimizdə gövdə ilə dərəcəsi də maksimum 90. Yəni çox aşağıya 90-90 dedik. Rahat olsun deyə 90-90 dərəcə. 90 dərəcəni keçməməlidir. Yəni ayaqlar yerə təmas etməsi üçün oturacağın da çox aşağıdan seçilməsi bu səfər dizin yuxarı qalxmasına, yenə omba but çanaq oynağı deyirik. Onun üçün yenə bizim istəmədiyimiz anatomik olmayan bir pozisiya əldə ediləcəkdir. Bu oturacağın, oturduğumuz və ayağın yerə təması ilə əlaqədar bizim gözlədiyimiz normalardır. Digər bir məsələ də yenə oturacağın əsas onurğa, bel üçün söykəndiyi hissəni ki, bunu da biraz yandan eləyək, daha rahat. Düzdür, məktəbdə çox söykənmək imkanı olmur, adətən uşaqlar önə otururlar. İndi bir də yan çevirək. Söykənsinlərmi, yoxsa önəmli? Söykənməsi, əyləşə bilər. Yox, yəni hansı daha yaxşıdır bizim üçün? Söykənməsi təbii ki. Söykənməsi yaxşıdır. Dəstək alırıq, deyilmi o? Bəli. Burada məsələn... Nihat, yerin yaman rahatdır. Görürəm, hər şey dərhal həll edirsən. Bəli. Burada məsələn, bucağı yenə uyğun olmur. Bayaq dediyimiz 90 dərəcə şeyini pozur. Biraz daha öndə olması lazımdır. Amma uşaq öndə dik oturuşda da beli boşda qalır. Bu dəqiqə üçün bizim stul seçimimiz doğru deyil. Bəli, bu stol seçimi məktəbdə davamlı ya da evdə də olsa davamlı istifadə üçün, onurğanın dəstəkləmə yönündən, anatomik pozisiyaları dəstəkləmə yönündən bizim çox istədiyimiz kimi deyil. Bu vəziyyətdə nə edirik? O zaman əgər masanın bu bel dəstəyi zəifdirsə ki, burada yoxdur, ona görə arxaya çox söykənir. Balaca bir yastıqla bel nahiyəsinə qolub bu bel çuxurumuzu dəstəkləmək lazımdır ki, o zaman onurğamız düz qamətə gəlir.